Əbu Müslim Xorasani İranda qiyam qaldırdı, mərkəzə tərəf gəldi. Əhl-i Beytin intiqamını almaq şüarı ilə Bəni Ümeyyə əleyhinə mübarizəyə qalxdı. Bəni Ümeyyə bilirsiniz də, Muaviyyənin nəsli idi. Əhl-i Beytə düşmən idilər onlar. Və qiyamlar qalxdı bunların əleyhinə. Misirdə, Yəməndə, bütün İslam coğrafiyasında o zaman Əhl-i Beyt sevgisi ilə xilafətə qarşı ya qiyamlar, ya etirazlar başlamışdı. Biz o zamanda yaşasaydıq, deyərdik ki, İmam Hüseynin qanı bəhrə verməyə başlayıb. Elə bir vəziyyət idi. Və bütün mübarizələrdə də iddia Əhl-i Beyt idi. Bayraq Əhl-i Beyt bayrağı idi. Hamı əlinə Əhl-i Beyt bayrağı götürüb qalxırdı mübarizəyə. Əbu Müslim Xorasani də bu mübarizə aparanlardan biri idi. İmam Sadiqə məktub yazır ki, ağa, mən sənin üçün qalxıram bu qiyama ki, haqqı sənə qaytarım. Belə bir məktub yazdı. Bir cümlədə gələn il ya İmam Sadiq əleyhissalamın şəhadəti olsa, Allah qismət eləsə bu bir cümləni şərh eləyərəm. İndi vaxt yoxdur. Bir cümlədə inanın ki, saatlarla danışmalı mövzu var. Cavab verdi ona ki, وَمَا أَنْتَ مِنْ رِجَالِ وَلَا الزَّمَانُ زَمَانِ. Gözəl şəkildə dedi, nə sən mənim adamımsan, nə də zaman mənim zamanımdır. Bu iki cümlədə Əhl-i Beyt məktəbinin bütün prinsiplərini bəyan elədi. Nə zaman mənim zamanımdır, nə sən mənim adamımsan. Onu izah eləyəsən ki, kimdir bunların adamı? Və zaman nə zaman bunların zamanı gəlir. Mənim bugün fikrimdə idi bu mövzuda danışım, gördüm çox vaxt aparacaq. İkinci xütbəni də istəyirəm qısa eləyəm deyə o mövzuya girmədim. Allah qismət eləsə bir dəfə yadıma salarsınız bu mövzunu, bir dəfə əlavə şərh eləyə görərsiniz ki, bu iki cümlədə nə qədər mühüm nöqtələr var İmam Sadiq əleyhissalam buyurur. İmam onlara dəstək vermədi. O qiyam edənlərin heç birinə dəstək vermədi. O qiyam edənlər də qüdrət iddiasına qalxdılar, Əhl-i Beyt məhəbbəti iddiası ilə. Sonra Əhl-i Beytə xəyanət elədilər. Əhl-i Beytə xəyanət elədilər. Tarix çox gözəl bir örnəkdir bizim üçün. Əleyhissalam 31-ci məktubda yazır ki, bu məktubda yazılanları tarixi təcrübədən istifadə edib sənə yazıram. Mən keçmişi o qədər mütaliə elədim, elə bil ki, keçmişi yaşadım o zamandakı insanlarla. Tarixi belə oxuyun. Xahiş edirəm gənclərdən, xüsusən tarixi dəqiq mütaliə eləyin, belə bir amba-am təhlil eləyin. Tarix çox mühümdür, tarixi bugünə gətirmək üçün tarix mühümdür. Tarix ölü bir keçmişdə həbs olunub qalsa onu oxumağına dəyməz. Tarix bugünə gəlib çatmalıdır. Və İmam Sadiqin tarixində də ibrətli hadisələr çoxdur. Mən iki cəhətinə işarə eləmək istəyirəm. Bilirsiniz, niyə görə Əhl-i Beytin tarixi daha mühümdür? Bilirsiniz, bir dövrdə böyük şəxsiyyət yaşayırsa, o dövrdə cərəyan edən hadisələrdə o şəxsiyyətin çəkisinə uyğun belə deyək, böyük hadisələr olur. Yəni, özü ki, əzəmətli şəxsiyyətdir, axı Allah da onun öz çəkisinə uyğun hadisələrlə onu imtihan edir. Başa düşürsünüz? Harada böyük şəxsiyyət gördünüz, onun tarixini oxuyun. Bilin ki, orada ibrətlər var. Çünki o şəxsiyyətin daxili vəziyyətinə uyğundur xaricdə baş verən hadisələr. Orada dərslər çox olacaq mütləq. Çünki Allah onu bizi imtihan elədiyi kimi imtihan eləmir. Onun başına gələn hadisələrin ictimai mahiyyətini təhlil eləyəndə necə özündən dərs almaq dərs alınası çox mətləblər var. Tarixi də onun hadisələri də elədir.